Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Bu rubrikamızda sizə 3 nişan 1.31.1, 1.31.2 və 1.31.3 döngənin istiqaməti xəbərdarlıq nişanları barədə danışacağıq. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim edir. Hər üç xəbərdarlıq nişanı quraşdırılma məsafəsinə və hündürlüyünə görə digər xəbərdarlıq nişanlarından fərqlənir. 1.31.1, 1.31.2 döngənin istiqaməti nişanları yolun kiçik radiuslu, məhdud görüntüyə malik döngələrində hərəkət istiqamətini, habelə təmir olunan yol sahəsinin yanından keçmənin istiqamətini, yəni müvafiq olaraq sağa və ya sola istiqaməti göstərmək üçün tətbiq olunur. 1.31.1, 1.31.2 nişanları döngənin xarici tərəfində döngəyə doğru hərəkət oxu üzərində, yəni nişanın səthi döngə istiqamətinə yönələn xəyali oxa perpendikulyar olmaqla 1,5 metr hündürlükdə quraşdırılmalıdır. Yolun döngə sahəsi uzun olduqda bu nişan təkrar, döngə bucağı və radiusu nəzərə alınmaqla qurula bilər. 1.31.1 nişanı stasionar işıqlandırılması olmayan dairəvi hərəkət təşkil olunmuş yol ayrıcında dairənin mərkəzindəki adacıqda bu yol ayrıcına müvafiq girişlə üzbəüz quraşdırılmalıdır. 1.31.3 döngənin istiqaməti nişanı T şəkilli yol ayrıclarında və yolların şaxələnməsindən sonra düzünə hərəkətin olmadığı yerlərdə quraşdırılır. Bu nişan düzünə hərəkətin mümkün olmadığını bildirir. 1.31.3 nişanı T şəkilli yol ayrıcına birləşən və düzünə davamı olmayan yolun bu yol ayrıcına girişi ilə üzbəüz, yaxud şaxələnən və düzünə davamı olmayan yolun üzbəüzündə 1,5 metr hündürlükdə quraşdırılır. Döngənin radiusuna uyğun olaraq 1.31.1, 1.31.2 nişanları 4, 2 və 1 xətt olaraq, 1.31.3 nişanı isə 4 və 2 xətt olaraq quraşdırıla bilər. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim etdi. Evinizin yaxınlığında ödənişsiz park edin. Azparking tətbiqində fərdi parklanma talonuna ilə indi müraciət edə bilərsiniz. Bunun üçün mobil tətbiqin, yəni Azparking tətbiqinin profil menüsuna daxil olursunuz. Fərdi parklanma talonu bölməsinə keçirsiniz. Şəxsiyyət vəsiqəsinin fin kodunu, avtomobilin nömrəsini daxil edərək müraciəti göndərirsiniz. Təsdiq müddəti 15 iş günüdür. Unutmayın, müraciət təsdiqlənənə qədər parklanma ödənişlidir.